Əli Kərimlinin əvvəllər hakimiyyətdə kimlərləsə ədavətinin, yaxud da hansı bir işbirliyinin olmasının nəticəsi deyilmi? Sanki bir əməkdaşlıq olmuşdu, pozulmuşdu. Bu vaxtı ilə 2000-ci illərin əvvəlində olan hakimiyyətdəki islahatçı qanadla müxalif düşərgənin əməkdaşlığı haqqında danışılırdı. Bəlkə o sevda, o sövdələşmə baş tutmadı. Onun bu nəticəsidir. Nəyin nəticəsidir ki, gəldi, indi bax bu sizə belə bir münasibət var. Həyatım boyu hakimiyyətdən kimlənsə hansısa formada əməkdaşlıq, alver içində olmamışam. Bunu eləməmişəm, heç kimlə. Mən o vaxt demişəm ki, bəli, 2000-ci il üçün hökumətin əsas rəqibi öndə olan fiqurları İsa Qəmbər və Etibar Məmmədovdur. Əli Kərimin hələ 35 yaşı var. Rəhbərlik elədiyi partiya parçalanıb. Mən onlardan az təhlükəliyəm. Ona görə onları buraxmadılar. Bizim keçməyimizə mane olmadılar. Və ondan sonra hökumətə elə gəldi ki, əgər bizim parlamentə düşməyimizə mane olmayıblarsa, mane ola bilərdilər. Mane olmayıblarsa, deməli, bizlə daha dərin əməkdaşlıq da eləyə bilərlər. Mən bu barədə danışmışam. Mənə əməkdaşlıq təklif olundu. Yüksək səviyyədə, beynəlxalq vasitəçilərin iştirakı ilə, təfsilatını təbii ki, deməyəcəm, mən siyasətçiyəm. Amma bu hökumətdən kimsə ilə heç nə danışmamışam. Beynəlxalq səviyyədə təklif olundu. Çox yüksək, deməli, təkliflər oldu. Özümlə də bağlı. Və sonra, deməli, o alınmayandan sonra Qüdrət Həsənquliyev bir təşəbbüsdə oldu. Təzədən bizimcə hökumətlə bir koalisiya yaratmağımız, söhbət Xalq Cəbhəsinə 5 nazirliyin verilməsindən gedirdi. Əli Kərimin spiker olmağından söhbət gedirdi. Bu qədər böyük təkliflər vardı. Mən ondan imtina eləmişəm. Xalq Cəbhəsinin rəyasət heyəti buna şahiddir. Bizim 4 saatlıq müzakirələrimiz gedib. 17 nəfərin iştirakı ilə rəyasət heyətində yaxşı yadımdadır. 4 saat müzakirə aparmışıq. Və mən demişəm ki, partiyamıza bu təklif olur. Hökumətlə əməkdaşlıq eləyək, koalisiya girək. Mən bunu qəbul eləmirəm. Amma partiyanın rəyasət heyəti bunu məqbul bilsə, siz özünüzə sədr seçib bu yolu gedərsiniz. Amma mən istəmirəm bunu. Kim təsəvvür eləyə bilər ki, indi Heydər Əliyevi tanımayan cavanlar da haqqında eşidiblər də. Heydər Əliyev hakimiyyətdədir. Sən ondan sövdələşmə ilə mandat alırsan və bütün illər ərzində o gəlir parlamentə, o parlamentdə bircə nəfər adam olursan ki, sən qalxmırsan ayağa. Bunu eləmək olar? 8 il İlham Əliyevlə bir parlamentdə olursan, ona salam vermirsən. Amma ondan mandat almışsan. Olar belə şey. Bu millətin axı göz ağlı var axı. Mənə qarşı bu şər ona görə yerimədi, bilirsiniz? İnsanlar görür ki, yaxşı, mən bunlardan hansısa bir danışıq üçün deyəm, leksikonum dəyişməlidir, əməlim dəyişməlidir. Bəs mən niyə özümü öldürürəm ki, vahid namizəd olsun? Yaxşı, mən axı 2003-cü ildə mənim üstümə indi gəlirəm, niyə bərk gəldilər? Mən israr elədim, qaldırın arxivləri baxın.